Əgər kənardan hərbi qüvvə yeritmək cəhdi olsa İran ərazisinə, İranın ordusunun müəyyən təcrübəsi var və təbii ki, ordu özü də onun qarşısını ala bilər. Amma Azərbaycan və Türkiyənin xəbərdarlığı o baxımdan önəmlidir ki, İran hakimiyyəti də, hərbi qüvvələri də, ordusu da bilsin ki, əgər onlar kənardan olan müdaxilənin qarşısını almasalar, yaxud almağa gücləri çatmasa, onlar İran vətəndaşlarını, o cümlədən bizim soydaşlarımızı müdafiəsiz qoysalar orada, o zaman Azərbaycanın və Türkiyənin müdaxilə etmək və insanları qorumaq haqqı yaranır və Azərbaycan və Türkiyə buna hazır olmalıdır. Qüvvələr hazır vəziyyətə gətirilməlidir və xəbərdarlıqlar edilməlidir. Bütün istiqamətlərə xəbərdarlıq edilməlidir ki, sonra heç kim, nə İran hakimiyyəti qüvvələri, nə də kənardan ora hərbi qüvvə yeritmək istəyənlər, yeridənlər deməsinlər ki, bizim xəbərimiz yox idi. Bu, yenə deyirəm, Azərbaycan və Türkiyə üçün qırmızı xətt olmalıdır. Bu, həm soydaşlarımızın, insanların taleyi məsələsidir, həm də ki, sərhəd təhlükəsizliyi məsələsidir. Yeri gəlmişkən, mən düşünmürəm ki, oradan çox böyük insan axını, qaçqın axını olacaq. Açıqcası, yəni son illərdə dəfələrlə bu tipli konfliktlər olubdur, toqquşmalar olubdur. Amma Suriya təcrübəsi də var. 12 günlük hücum, xatırlayırsınız, müharibə oldu. Lokal əməliyyat idi daha çox. Amma indi geniş miqyaslı bir geniş miqyaslı və artıq 5-ci gündə deyəsən. Və bu qədər təyyarələr zərbə endirir, bu qədər raketlər zərbə endirir, bu qədər zərbələr var, bu qədər hərbi mərkəzləri, struktur mərkəzlərini, başqa dövlət binalarını bombalayırlar, raketlə atəşə tuturlar. Həlak olanlar var, o cümlədən təəssüf ki, dinc əhali arasında ciddi bir qaçqın axını eşitmisinizmi siz bu 5 gündə? Nə Azərbaycan istiqamətindən, Türkiyə istiqamətindən belə bir axın yoxdur. Bəzi məlumatlara görə müharibənin az hiss olunduğu bölgələrə, xüsusən İranın belə deyək, şimali-şərq hissəsindən müəyyən insanlar çəkilirlər, Tehrandan o istiqamətdə çəkilirlər. Amma nə Azərbaycana doğru, nə Türkiyəyə doğru elə bir ciddi axın yoxdur və təcrübədən də bilirik ki, çox qeyri-adi bir humanitar fəlakət baş verməsə, İran əhalisi elə asanlıqla ölkəni tərk edib getməyə meyilli insanlar deyirlər. Bunu biz son illərin təcrübələrindən də bilirik. Əslində qalsa, İrandan ən böyük insan axını eləsinə qalsa, 1979-cu ildə İran İslam İnqilabı bitəndən sonra və hakimiyyətə gələn klerikal rejim cəmiyyətin müxtəlif təbəqələrinə qarşı repressiyaları başlayıb onları gücləndirəndən sonra müəyyən axın oldu. Çox böyük miqyasda axın oldu. O da əsasən Avropa ölkələrinə, Amerikaya istiqamətdəndir. Sonraki dövrdəki bütün bu fəlakətlərə, toqquşmalara, müharibələrə, zəlzələlərə baxmayaraq, böyük insan axını olmayıb İrandan. Yəni, o Suriya misalını gətirirsiniz, İraq var, başqa ərəb ölkələri, eyni zamanda Afrika ölkələrindən böyük axınlar oldu Avropaya. Ancaq İrandan belə bir axın olmayıb. Vətəndaş müharibəsi insanların həyatını, necə deyərlər, dözülməz bir həziyyətə gətirsə, təhlükəsizlik problemi yaransa, yəni ölüm itim olsa, təbii ki, insanların yerini tərk etməkdən başqa... Azərbaycan da, Türkiyədə insanların, xüsusən də soydaşlarımızın ehtiyacı olarsa, təbii ki, onlara qapılarımızı açmalıyıq. O, başqa cür ola bilməz. Sadəcə mən fikrimi bildirdim ki, hələ ki, o böyük insan axını haqqında deyilən fərziyyələr doğrulmur. Bəlkə də biraz bu şirdilir, ola bilər. Ancaq axın olacaqsa, təbii ki, soydaşlarımızı qəbul etməliyik. Bu bizim borcumuzdur.